Gördüyümüz bütün əşyalarıyla birlikdə Xırdalan şəhərinin tam mərkəzində Heydər Əliyev Parkının qarşısında kupçası hazır əldə dövlət ipotekasına tam yararlı super təmirli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Evdən yalnız bir televizor çıxacaq. Gördüyümüz bax bu televizor. Digər bütün əşyalar, hər biri elektronika daxil evdə qalır. Çox gözəl bir yerdə yerləşir. Mənzərəsini sizlərə təqdim edəcəm. Xırdalan şəhərində Heydər Əliyev Parkının tam qarşısında. 17 mərtəbəli binanın 8-ci mərtəbəsi. Bir daha qeyd edirəm, kupça hazır əldə. Qonaq otağından birbaşa Heydər Əliyev Parkına baxış. Görürsünüz? Qonaq otağından eyvana çıxış var. Çox gözəl, səliqəli və qapalı eyvanı var. Baxın, belə bir gözəl şəkildə eyvanımız var. Cam balkonla bağlanılıb. Bir daha qeyd edim sizlər üçün. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. 3 otağa düzəlmə 90 kvadrat metrdən ibarətdir mənzilimiz. Təqdimata davam edək mənzilin digər hissələri ilə. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən sanuzellərimiz ayrı-ayrılıqdadır. Bu hissədə yerləşir sanuzelimiz. Bu hissədə hammam otağımız. Şəxsi istifadə üçün təmir olunub. Çox gözəl, səliqəli şəkildə. Əla təmirli mənzildir. Kupçalıdır. Bir daha qeyd edirəm sizlər üçün. Kupça hazır əldədir. Soldan belə bir qardirobdur. Bu hissədə isə baxın, soyuducumuzdur. Tam şkafın içində. Davam edirik mənzilimizə. Belə bir gözəl mətbəx hissəsidir. Səliqəli şəkildə qeyd etdiyim kimi bütün əşyalar qalır. Hər biri. Mənzildən yalnız bir televizor çıxır. Sağda belə bir geniş, gözəl yataq otağımızdır. Digər qapı qonaq otağı da təqdim etmişəm sizlər üçün. Bu hissədə isə sonuncu, üçüncü yataq otağımızdır. Xırdalan şəhərinin tam mərkəzində bu hissədən də eyvana çıxışımız var. Heydər Əliyev Parkının tam qarşısında yerləşir mənzilimiz. 90 kvadrat metrdən ibarətdir. 17 mərtəbəli binanın 8-ci mərtəbəsi bütün əşyaları ilə birlikdə satılır. Dəyərli izləyicilərim, 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Bu və ya digər məlumatları alırsınız. Ətraflı məlumat üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşərik.